Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Mən baxıram videolarıma, yetərincə baxırsınız. Niyə kommentari yazmırsınız? Nəyə görə bu like-ı basmırsınız? Çətindirmi, yoxsa nə məsələdir? Nə düşünürsünüz, edirsiniz? Mənim əzizlərim, bugünkü mövzumuz da elə həmişəki kimi nevrotik depressiya. Fərq eləmir, hansı qolu olursa olsun, isterik olsun, OKB olsun, panik atak olsun, hipoxondriya olsun, hipoxondriyalarla vahşi dostum. Hansı olursa olsun, bilməlisiniz ki, bunun heç biri fiziki patoloji xəstəlik deyil. Siz müraciət eləyəndə, mənim əzizlərim, sizin danışığınızdan, sizin davranışınızdan dərhal bilinir ki, sizin anlayışınız yoxdur. Yəni, nəyə görə yoxdur? Siz xəstəsiz, əziyyət çəkirsiniz. Təbii əziyyət çəkəcəksiniz. Ta ki, bunun qarşısını almasaz, müalicə aparılmasa, bu xəstəlik öz başına gedə bilməz və yaranışığı da öz başına olmur bunun. Tamam mı? Ona görə də müraciət eləyəndə düşünməyin ki, bu həkimdir, mən də xəstəyəm, bu nevroza baxır, mən də nevrozam, neynir elə, neynirsən elə, məni düzəlt, məni sağalt, əvvəlki kimi olum. Əksəriyyətiniz elə deyil. Sizin əvvəlki, bilirsiniz, bunu bilməlisiniz ki, əvvəlki siz, yəni yaxşı, düzgün yaşamamısınız. Düzgün olmayıb, yaxşı olmayıb ki, gəlib sonra nəticədə nevroz olmuşsunuz da. İkincisi, indi sizin aləminizdə güya keçmişdə çox əla olmuşsunuz, aktiv olmuşsunuz filan. Yəni, heç bir şey həyatınızda dəyişilməyib. Bu xəstəlik sadəcə depressiyaya gətirib çıxardır. Depressiv, nevrotik depressiya deyirlər buna. Biraz tənbəlləşmələr olur. Yəni, bu patoloji xəstəlik olmadığından bunda sağalma yoxdur. Bunun ancaq metodları var. Heç bir nevroz sağalmır. Heç bir nevrotik insanlar tam, yəni bu patoloji xəstəlik kimi deyil ki, məndə mədədə yazma var idi o vaxtı 5 il bundan qabaq, bunu deyə bilməyəcəksiniz. Siz hər zaman nevrotiksiniz. Hər zaman. Sadəcə, indi sükan beynin əlindədir. Psixoterapiya aparanda sükan sizin əlinizdə olacaq. Siz idarə eləyəcəksiniz beyni. Tamam mı? Bunun yolları var, bunun texnikaları var və kökündən biz bunu qaydasına qoyuruq. Anlatabildim mi? Orada siz artıq yəqin ki, 99%-vız həkimlərin, o həkimdən bu həkimə, bu həkimdən bu həkimə heç bir nəticə görməmsiz. Mən demirəm, indi baxır o həkimin işləmə metoduna. Əgər düzgün qaydada işləyibsə, sizlə, kognitiv terapiya ilə siz onun faydasını görməmsizsə, günahı özünüzdə axtarın, həkimdə yox. Tamam mı? Çünki mənim tapşırıqlarım çox biraz ağırdır. Yəni, ev tapşırıqlarım olur. Ağır deyəndə bəziləri üçün bu ağır gəlir. Bahanə eləyirlər ki, mən yaza bilmirəm, eləsi var. Nə bilim, başa düşmürəm, hərə bir cür bəhanə gətirilir ki, bunu eləməsin. Amma düzgün qaydada ona əməl eləyəndən sonra tez bir müddətdə siz artıq beyni öyrəşdirirsiniz düz çalışmağa. Tamam mı? Düz istiqamətə göndərirsiniz ona.
İndi də oturub evdə gözləməyin, yazırsınız rəylərdə mən neçə ildir beləyəm, bildiniz. Yəni belə bir şey yoxdur. Nevroz sağalmır. Yəni tam elə olduğunuz kimi ömür boyu yaşamalısınız. Belə bir şey yoxdur yəni. O sizin səhlənkarlığınızdan asılıdır. İstəyəcəksiniz, ömür boyu elə yaşayacaqsınız. Yox, əgər üstünə düşəcəksiniz, tez bir zamanda sağalma gedəcək və siz də adi insanlar kimi öz həyatınızı aktiv şəkildə davam eləyəcəksiniz, tamam mı? Biz onu kökündən işləyirik, nə lazımdır eləyirik, hamısı protokol üzrədir. Hər bir psixoterapiyada texnikalar, bilirsiniz, elə texnikalar var, protokol üzrə işləmir. Görürsən, eləyirsən, məsələn, o adamda o onun üçün deyil, işləmir. Amma biz onların hamısını eksperimental aparıb və içindən texnikaları konkret olaraq seçilib. Hərəsinin düzdür, özünə aid texnikalar var. Və tam bir balaca başınızı işlətsəz, başa düşəcəksiniz və əməl eləyəcəksiniz, ondan da bitəcək söhbət, tamam mı? İndi timboli qış aylarıdır, yeni il qabağıdır, biz çox endirimlər eləmişik, sizə çox sərf eləyəcək. Paketimiz 1 aylıqdır birbaşa, daha seans deyil, 1 aylıqdır. Bütün sizin düşüncələrinizlə, bütün sizin simptomlarınızla, bütün hər bir şeylə detal işləyirik, tamam mı? Narahat olmayın. Müraciət eləyin. Mənə müraciət eləyənlər baxın, yazın orada. 24 saat mən özüm, heç onlar məni düşünmürlər, mən yazıram onlara. Necəsiz, nə var, nə? Çünki mən bunları bilməliyəm, bilirsiniz, metodlar dəyişilə bilər. Ona görə mən onu bilməliyəm. Ümumiyyətlə, tapşırıqlar da verəndə onu mən cavabını tələb edirəm. Yəni ki, görüm ki, bu adam işləyir üzərində, yoxsa ümumiyyətlə o siz bilmirsiniz, o mənə nəyə görə lazımdır? Çünki mən bilməliyəm sizə hansı düşüncələr yorur. Anlatabildim mi? Hansı düşüncələrdir sizə bu negativ halları gətirib çıxardır. Bunlar bizə yarayır. İndi o siz bilmirsiniz, ona baxıb biz texnikalar yazırıq. Belə oturub əlvizin üstünə qoymayın. Ay məndən nevroz sağalmayan xətmət, ömrümün belə bir şeylər yoxdur. Tamam mı? Hər kəs sağala bilir, hər kəs normal həyat yaşaya bilir. Biraz tənbəllik eləməmək lazımdır və salam. Tamam mı? Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun, rəylər yazın, like eləyin. Nə olar ki, o bir saniyəlik şey, nə olar, sizdən nə gedir? Qoy cəmaatlar faydalansın da, onun mənə heç bir xeyri yoxdur. Sadəcə cəmaat faydalansın mənim əzizlərim. Tamam mı? Kim müraciət eləmək istəyir, 24 saat WhatsApp'ımız aktivdir. Ola bilər, arada köməkçi götürə bilər və sonra mən dönüş eləyirəm. Tamam mı? Özünüzə yaxşı baxın. Gələn görüşlərə dək. Sağ olun.